الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaşlar, əvvəla hamınızı uca Allahın salamı ilə salamlayıram. Esselamu aleykum rahmetullah. Deməli, inşallah Allahın izni ilə sizlərlə söhbət açmaq istədiyimiz məsələ, mövzu, deməli, Şeyx Abdurrahman Səd rahimehullahın Əs-seyr ilallah və dəril-əl-əxirə, Allaha və axirət diyarına səfər haqqında olan mənzumənin, şeirin, hansı ki bu beytlərdən ibarətdir, onun bir hissəsi haqqında olacaq. O da hansı ki Şeyx rahimehullah orada səbr barəsində danışır, səbrin fəziləti barəsində və səbirli olmağa tövsiyələr haqqında. Və təbii ki bu mənzumə genişdir. Biz mənzumənin bir neçə hissəsini keçmişik. Onlar YouTube kanalında var, mövcuddur. Dinləmək istəyənlər inşallah ki yəni dinləyə bilərlər. Və bugün inşallah sizinlə növbəti beyt haqqında olacaq. O da səbir haqqında olacaq. Əvvəlcə beytə keçid almamışdan qabaq ümumiyyətlə bir məsələni qeyd etmək lazımdır ki, bu dünyada insan ümumiyyətlə onun yaşayışı səbirdən kənara çıxmır. Yəni, misal üçün, əgər insan itaəti yerinə yetirir, günahdan çəkindiyi zaman, başına müsibət gəldiyi zaman, yəni dünya zaten bundan ibarətdir. İnsan itaətlə məşğuldur və insan günaha da düşə bilər və insanın başına müsibət də gələ bilər. Deməli, bunların üstündə insan səbirli olmalıdır. Və ona görə həmçinin də yəni, dünyada çətinliklər olacaq, məşəqqət olacaq. Yəni, yorulmadan, əziyyət çəkmədən insan bilməli ki, rahatlıq əldə edə bilməz. O rahatlıq əldə etmək üçün və həmçinin də insan əgər cənnətə çatmaq istəyirsə, nail olmaq istəyirsə, özünü bir balaca çətinə verməlidir, özünü bir balaca əziyyətə verməlidir bu dünyada. İbadətlərdə səbirli olacaq, dözümlü olacaq və həmçinin də bezməyəcək, yorulmayacaq. Dünya bundan ibarətdir. Dünya, cənnət bahalıdır. Cənnət ucuz deyil. Ona görə cənnətin də istədiyi, cənnətə nail olmağın səbəblərindən biri də insanın bu dünyada özünü cənnət üçün çətinə salmağıdır. Yəni, çətinə salmaq deyiləndə, yəni dinimiz əlhamdülillah asanlıq dinidir, lakin itaətlər məsələsinə dözəcəksən, səbirli olacaqsan ta ki, sənə ölüm gələnə qədər. Ölüm sənə çatana qədər. Cənnət, ümumiyyətlə bilirsiniz, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, ətrafı çətinliklərləndir, cəhənnəmin ətrafı isə şəhvətlərləndir. Yəni, elhamdülillah, cənnətə getmək üçün, bəli, cənnəti əldə eləmək çətindir. Amma Allahın asanlaşdırdığı şəxslərdən başqa, onlar üçün asandır cənnətə getmək, bu yolda addımlamaq. Ona görə bu yolda getmək üçün insan Allahdan yardım diləməlidir və səbirli olmalıdır. Çünki mövzumuz əsas bunun üzərindədir. Cəhənnəm isə qazanmaq, cəhənnəmə düşmək çox rahatdır. İnsan yəni şəhvani istəklərin arxasıca gedəndə, şübhələrin arxasıca getdiyi zaman, yəni Allah qorusun bu cəhənnəmə daxil olmağın səbəblərindən biri ola bilər. Hər bir halda insan çalışmalı ki, nəfsinə qalib gəlsin, havasına qalib gəlsin, həm şəhvətlərini qarşısını alsın, həmçinin də şübhələrə düşməkdən özünü qorusun. Və təbii ki, şübhələrə düşməməyin ən başlıca səbəblərindən biri də mötəbər, tanınmış, elm əhlini dinləmək, onların qulaq asmaq, onlardan istifadə etmək, onlardan faydalanmaqdır. Və insan beləcə sabit qala bilər. Beləcə dini üzərində möhkəm ola bilər. Və həmçinin də başlıca səbəblərdən biri çoxlu dua eləmək. Allahım, qəlbləri çevirən Allahım, qəlbimi dini üzərində sabit elə. Bu kimi duaları tərk etməmək. Və ümumiyyətlə, qardaşlar və həmçinin əziz dinləyicilər, həm özümə, həmçinin də bütün müsəlmanlara tövsiyəm ondan ibarətdir ki, yəni ümumiyyətlə dünya çətinlik diyarıdır və rahatlıq yeri deyil. Rahatlıq inşallah cənnətdə olacaq. Və burada insan təbii ki, dünyanın həyatı bundan ibarətdir ki, bir gün sağlam olursan, sabah xəstə olursan, sonra da ölüm gəlir, sonra bir gün zəngin olursan, bir gün kasıb olursan, ömür olur ki, uşaqlıq dönəmləri çağlar olur, sonra artıq cavanlıq vaxtı gəlir, sonra isə qocalırsan, dünya bundan ibarət. Yəni, tükənəndir, yəni sonda hər şey tükənir, sonda hər şey bitir. Yalnız axirət isə cənnət diyarı isə tükənməzdir, əbədi həyatdır. Ona görə də cənnət elə bir məkandır ki, elə bir yerdir ki, orada heç bir yorğunçuluq yoxdur. Bu dünyaya nisbətdə insan bu dünyada
Yəni, çaba göstərir, işləyir, ailəsi üçün əziyyət çəkir, amma yorulur. Amma cənnətdə isə insan bunu görməyəcək və ona dəlillərdən biri də məşhur hədisdə Cəbrail əleyhissalam Peyğəmbər sallallahu əleyhi və səlləmə Xədicə anamız barəsində xəbər çatdırana deyir ki, xəbər ver ki, Allahdan və məndən ona salam var, Allahdan və məndən ona Xədicəyə salamı çatdır və sonra onu müjdələ cənnətlə. Elə bir yerdir ki, orada heç bir yorğunsuluq yoxdur və həmçinin ora elə bir yerdir ki, yəni onlar üçün gözəl evlər hazırlanıb. Hədisin bizə əsas lazım olan yeri ondan ibarətdir ki, cənnət elə bir diyar ki, orada yorğunsuluq yoxdur. Niyə görə bunu qeyd edirik? Çünki dünyada zaten bu var, yorulacaqsan, bəli, bu labüddür. Amma səbirli olmağa çalışacaqsan, çünki qarşında cənnət var ona görə. Və ona görə İmam Əhməd rahimehullahdan soruşulanda ki, rahatlıq nə vaxt olacaq? İmam Əhməd rahimehullah, İmam-ı sünnən imamı, əhl-i sünnən imamı buyurur ki, rahatlıq sən ayağı ilk cənnətə qoyanda olacaq. Addımı cənnətə qoyanda olacaq. Əsl, tam rahatlıq orada olacaq. Burada rahatlıq ola bilər, amma əbədi deyil. Bu heç kəsə gizli deyil. Bir gün yaxşı olursan, sabah pis olursan, sonra yenə yaxşı olandan sonra bir neçə gün pis olursan. Yəni, dünya bundan ibarətdir, sınavlardan, imtihanlardan ibarətdir. Amma əsl rahatlıq, yəni mütləqən əbədi rahatlıq, tükənməz rahatlıq cənnətdə olacaq. Ona görə də, yəni, ümumiyyətlə, hətta elm tələbi də elə bir şeydir ki, elm də rahat bədənə girmir. Elm tələb edən müsəlman bacı və qardaşlarımız da bilməlidirlər ki, bu şeydə də əziyyət çəkmək lazımdır. Heç bir şey rahatlığın əldə olunmur. Hər hansı istənilən bir iş üçün can qoymalısan, fəda eləməlisən özünü və özünü çətinliyə biraz salmalısan. Çünki bilirsən ki, qabaqda səni nə gözləyir. Cənnət də belədir. Sən də canını cənnət üçün fəda verəcəksən, hazırlaşacaqsan onun üçün, amma təbii ki, nə başıma gəlir gəlsin, yəni insanın zehnində bir qayda olmalıdır ki, mən bunların qarşılığını səbirlə verəcəm, səbirli olacam. Ona görə İbn-i Qayyim rahimehullah buyurur ki, hər ümmətin ağıllı insanları bir məsələdə ittifaq ediblər ki, nemət və xoşbəxtçilik rahatlıqla əldə olunmaz. Əgər sən nemətə, həqiqi saadətə, həqiqi nemətə çatmaq istəyirsənsə, özünü bir balaca əziyyətə salacaqsan. Ona görə də sonrası İbn-i Qayyim buyurur ki, kim əgər bu dünyada rahatlıqla yoldaşlıq edərsə, bu dünyada rahatlığı axtararsa, axirətdə olan rahatlıqdan özünü uzaq salmış ola bilər. Özünü uzaq sala bilər. Ona görə, yəni, səbirli olacaq, istər ibadətlərdə, istər başa gələn müsibətlərdə, istərsə də günahlardan çəkinməkdə, yəni, insan həmişə bu qaydanı özündə saxlamalıdır. Həmçinin bilmək lazımdır ki, əgər insan sabah qabağında, qiyamət günü, əgər qabağında yaxşı bir şey görmək istəyirsə, onu bu günləri əkməlidir ki, sabah yaxşı bir şey biçə bilsin. Hətta bilirsiniz ki, heç kəsə gizli deyil ki, yəni insan neysə əkməlidir ki, şumlamalıdır, toxum səpməlidir ki, sabah bəhrəni əldə edə bilsin. Amma müzərrəd olaraq insan heç bir şey toxumu səpməsin, torpağa heç bir toxum atmasın və ya şumlasın, heç bir şey eləməsin, yəni məhsul əldə eləməyi qeyri-mümkün olan bir şeydir. Ona görə o məhsulu, xeyirli şey əldə eləmək istəyirsə insan, əkməlidir ki, sabah onu özünün üçün görə bilsin, sabah ondan istifadə edə bilsin. Ona görə də o gündə, qiyamət günü insan, yəni bu dünya əməl dünyasıdır. Ya sabah orada yaxşı, xeyirli şeylər görəcəksən, ya da şər görəcəksən. Ona görə qeyd olunur ki, şər tapan insan özündən başqa heç kim qınamasın. Yəni ona görə insan nə edirsə özü özünə eləyir. Allah subhanahu wa ta'ala zülm eləyən deyil. İnsan özü özünə zülm edir. İnsan özü özünü haqdan uzaqlaşdırır. Ona görə çalışmaq lazımdır ki, xeyirlə məşğul olub həmçində şərdən uzaqlaşmaq. Ki, sabah o gün qarşında xeyri görəsən, xeyri tapasan deyən. Ona görə qardaşlar, həmçinin də başqa beytdə qeyd olunur ki, فَتْعَبْ لِيَوْمِ مَعَادِكَ الْأَدْنَى تَجِدْ رَاحَاتِهِ يَوْمَ الْمَعَادِ الثَّانِ. Sən deyir, bugün özünü çətinə sal ki, bugün özünü əziyyətə sal ki, artıq qayıdış günü o rahatlığa, həqiqi rahatlığa qovuşasan. Artıq qiyamət günü qarşında, qabağında xeyirli mükafatı görəsən. Ona görə də dünya bundan ibarətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm dünyanı misal çəkəndə qeyd edir ki, dünyada bir qərib kimi ya da yoldan ötən birisi kimi ol.
Və heç kəsə gizli deyir ki, qəribin üstündə adı var, qəribdir. Ta ki, yerinə çatana qədər. Ta ki, əsl mənzilinə, əsl evinə, doğma vətəninə çatana qədər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bu dünyanı bənzədir. Ya qərib kimi bu dünyada, ya da ötüb keçən birisi kimi. Yəni, bu diyar sənin əbədi qərar yerin deyil. Yəni, bunu hər kəs bilməlidir ki, bu dünya, yəni, mütləqən olaraq abad ediləsi yer deyil. İnsanın abad edəcəyi yer, təmin edəcəyi yer əsas axirət olmalıdır. Bəli, bu dünyada yaşayırıq, yeyirik, içirik, işləyirik, çalışırıq, əziyyət çəkirik. Amma bir şey unutmaq lazımdır ki, niyə görə? Axirətə qazanmaq üçün. Axirətə yardımcı olsun bu şeylər. Çalışmağımız, yeməyimiz, içməyimiz. Çalışırıq ki, ailəmizi dolandıraq, buna görə savab əldə eləyək. Bəziləri daha da çox çalışır ki, verdiyinin sədəqəsini və ya da zəkatını versin, bundan axirətin qazansın və s. Ona görə həmçində yeyirik, içirik ki, ibadətə gücümüz olsun, taqətimiz olsun. Ona görə insan hər bir əməlində bu niyyətlə hərəkət edərsə, inşallah ki, savab qazanar. Yeyirsən və əgər niyyətin olsa ki, bəli, yeyirəm ki, itaətə taqətim olsun, ibadətə gücüm olsun, gücüm çatsın və inşallah ki, insan buna görə, hətta buna görə də adi bir qurtumuna görə də, yeməyinə görə də savab qazana bilər. Hər bir şey niyyətdən asılıdır, hər bir şey niyyətə bağlıdır. Ona görə qardaşlar, həmçində bütün dinləyicilər bilməliyik ki, yəni cənnət yəni əbədi bir diyardır. Lakin bu diyar isə adından da görünür ki, dünya ümumiyyətlə ərəb kəlməsidir. Çox qısa, çox az deməkdir və həmçində çox dəyərsiz deməkdir. Və ona görə də elə adından da məlumdur ki, insanın yəni, əsas elə çaba göstərəcəyi yer axirət yeri olmalıdır. Cənnət üçün çalışmalıdır. Hətta misal üçün biz baxsaq, niyə görə misal üçün fikir versək, səfərə çıxanda namazı qısaldırıq, səfərə çıxanda orucunu aça bilər. Çünki məşəqqət var, ağırlıq var, ta ki sən öz yer və öz ev vətənimə qaydana qədər. Yəni, bu dünya da belədir. Yəni, insan bu hədislər gözünün qabağını alıb, bilməlidir ki, bəli, biz bu dünyada çətinliklə qarşılaşacağıq, sıxıntılarla, məşəqqətlərlə üz-üzə qalacağıq. Lakin səbirli olmaq lazımdır, ta ki cənnətə çatana qədər. Ona görə də qovuşana qədər. Ona görə İbn-i Qayyim rahimehullah qeyd edir ki, deməli, Tariqul Hicrətəynlə qeyd edir ki, insanlar yaradıldıqları gündən etibarən onlar daim səfərdədirlər. Və onların karvanının dayanacağı yer ya cənnətdir, Allah bizi onun sakinlərindən eləsin, ya da cəhənnəmdir, Allah bizi cəhənnəm ateşindən qorusun. Yəni, insan bu dünyaya gələndən ta ölənə qədər bir səfərdəyik və səfər başa çatacaq, yəni insan ya cənnətə daxil olacaq, ya da cəhənnəm ateşi ona toxunacaq. Ona görə də İbn-i Qayyim rahimehullah buyurur ki, yəni bunu düşünən insan bilir ki, səfər çətinliklərdən, məşəqqətlərdən ibarətdir. Lakin dözmək lazımdır, səbirli olmaq lazımdır. Çünki bu dünyada rahatlıq və nimət tələb etmək isə adətən qeyri-mümkündür. Yəni, insan bu dünyada tam rahat olması mümkün olan bir şey deyil. Nə vaxtsa ona, yəni, heç kəs burada elə bir insan yoxdur ki, o xəstələnməsin, onun hər hansı bir problem olması, bu hamısında var. Ona görə də, yəni, İbn-i Qayyim rahimehullah buyurmaq istəyir ki, yəni, sən əgər burada tam rahatlığı gözləyirsiniz, o burada yoxdur. O sabah olacaq, cənnətə artıq çatanda olacaq. Ona görə sən bu dünyada səfərdəsən, ta ki mənzil başına çatana qədər. Və ona görə də, qardaşlar, son mənzil qəbir deyil, son mənzil ya cənnətdir, ya cəhənnəmdir. Yəni, ya cənnət, ya cəhənnəmdir. Qəbir mənzillərdən bir mənzildir. Qəbir bərzəx həyatıdır. Qəbirdən sonra növbəti bir artıq həyat olacaq, əbədi bir həyat olacaq. Və artıq insanın son mənzili, necə ki deyilir, son mənzil artıq orada olacaq. Artıq yəni, son dayanacağın yer oradır. Ya cənnət, ya da cəhənnəmdir. Amma qəbirdə isə artıq sənin son dayanacağın deyil. Qəbirdən sonra da təbii ki, həyat var. Elə bir həyat ki, əbədi həyat olacaq. Kimlərsə əbədi cənnət qazanacaq, kimlərsə əbədi cəhənnəm qazanacaqlar. Qardaşlar, dünya halı bundan ibarətdir və dünya müvəqqəti bir diyardır, əbədi qalmaq üçün deyil. Və ona görə də alimlər qeyd edirlər ki, sən bu dünyaya gəlmişsən, məqsədin yalnız və yalnız buradan ötüb getmək olmalıdır. Yəni, burada qalmayacaqsan. Buradan ötüb getməkdir dünyaya gəlməkdə məqsədin. Və ona görə, necə ki, Əbu İshaq Əl-Elbiri rahimehullah buyurur ki, deməli, sən deyir, dünya üçün yaradılmamısan ki, onu abad eləyəsən. Əksinə, sən yaradılmısan ki, axirətini düzəldəsən, axirətini abad eləyəsən.
Ona görə də şair buyurur ki, beytin davamında elə isə yaradılış məqsədin üçün çalış. Nə üçün yaradılmışsan? Tək olan Allah ibadət edib, ona heç bir şey şərik qoşmam və cənnəti əldə eləmək. Bunun üçün yaradılmışsansa, bu qayəni həyata gerçəkləşdirməyə çalış. Dünya, necə ki, qeyd elədiyi kimi, yəni gəlməmişsən ki, buranı abad eləyəsən. Gəlmirsən ki, axirətini qurasan, axirətini əldə eləyəsən. Ona görə də, qardaşlar, səbirli olmaq, bütün işlərdə təmkinli olmaq, hər bir işin başıdır. Ona görə də alimlər qeyd edirlər ki, necə ki, qeyd olunur, səbir insan elə bir azuqəsidir ki, bunu özü ilə götürən insan heç vaxt peşman olmaz. Ya bunu təcrübədən keçən insanlar bilirlər. İnsan çalışır, səy göstərir, özü ilə yanında səbrini götürübsə, həmişə nəticəsini yaxşı görüb. Həmişə sonluğunu gözəl görüb, tərifə layiq görüb. Ona görə səbir elə bir məqamdır ki, Allah müjdəliyir səbr eləyənləri, o bəşşiri sabirin, səbr eləyənləri müjdələ. Və Allah müjdəliyir səbr eləyənləri. Buyurur ki, salavatun min rabbihim və rəhmə. Onlara Allah tərəfindən tərif var və həmçinin Allah tərəfindən onlara rəhm onlar. Ulaika humul muhtədun. Və səbirli olan insanlardır doğru yolu tutanlar. Hidayət üzərində olan insanlardır onlar. Və həmçində səbir barəsində Allah buyurur ki, nəticəsində onlar üçün cənnətdə mərtəbələr var. Allah buyurur ki, ayədə ulaika yujzaunal ghurfata bima sabaru. Səbr elədiklərinə görə onlar üçün cənnətdə dərəcələr hazırlanıb, mənzillər hazırlanıb və bu səbrin nəticəsidir. Və həmçində Allah tərəfindən onlara salamatlıq var. Selamun aleykum mən sabartum. Səbr elədiyinizə görə sizə salam olsun. Yəni sizə heç bir kədər, üzüntü, qəm-qüssə toxunmayacaq bundan sonra. Daima firavanlıq içərisində olacaqsınız. Fəni'mə uqbəddar. Yəni cənnət diyarı necə də böyük bir nemətdir hazırlananlar üçün. Ona görə qardaşlar, yəni bu məsələyə diqqət etmək. Şeyx Abdurrahman Es-Səd rahimehullah beytində başlarında buyurur ki, sabrun nufusu aləl məkarihi kullihə şəvqan ilə mə fihi min ihsani. Və Şeyx rahimehullah buyurur ki, onlar bütün çətinliklərə səbr edirlər. Məqsəd qayə ondan ibarətdir ki, şəvqan ilə mə fihi min ihsani. Allahın onlar üçün hazırladığı cənnəti əldə eləsinlər deyənə. O yaxşılığa, o ihsana çata bilsinlər deyənə. Ona görə də Şeyx Abdurrahman Es-Səd buyurur, səbr eləyəcəksən bütün çətinliklərə. Niyə görə? Qabaqda cənnət var ona görə. Yaxşı, səbirdən danışdıq. Bəs səbir mənası nədir? Səbrin mənası barəsində alimlər qeyd edir ki, səbr lüğəvi mənası insanın özünü həbs eləməsidir, özünü saxlamasıdır. Nədənsə. Amma şəri məna olaraq isə o da ki, alimlər qeyd edirlər ki, insan səbirli olacaq həm itayətlərdə, həm günahlardan çəkinməkdə, həmçinin başına gələn qəza müsibətlərə görə. Yəni, itayət insanı ola bilsin ki, hər hansısa bir ibadətləri yerinə yetirmək ağır gələ bilər, bəzən ola bilsin gecə namazdan qalxmaq ona ağır gəlsin, amma səbr eləyəcək. Çünki itayət də ona görə, çünki qabaqda cənnət var ona görə. Və həmçinin də günahdan çəkinmək ola bilsin ki, ona ağır gəlsin, ona görə ki, şəhvətdir, istəyir, tələb eləyir, istəyir ki, yerinə yetirsin və insanın təbiəti bundan ibarətdir. Amma Allah üçün nəfsini sındıracaq, səbr eləyəcək, çünki bilir ki, nədir? Günaha görə cəza var. Günahdan çəkinsə, səbirli olsa, bunun üçün mükafat hazırlanır ona görə. Və həmçinin üçüncü isə başına gələn müsibətlərdə səbirli olacaq. Yəni, hər bir şey Allahın qəza və qədərini təslim edəcək, qəlbi rahat olacaq, mutmain olacaq və deyəcək ki, elhamdülillah, Allahın qədəridir, Allah belə yazıb və bu üç şeyi insan bir arada cəm eləməli. İtayətlərə səbir, günahlardan çəkinməyə səbir və həmçinin də müsibətlərə səbir. İbn Qayyim rahimehullah bu barədə qeyd edir ki, səbir üç təməl üzərində qurulub və onlar da qeyd elədik və sonra isə buyurur ki, əgər bir bəndə bu təməlləri layiqincə yerinə yetirsə, bəla onun üçün nemətə çevirilər, sınaq onun üçün bir hədiyyə olar və xoşa gəlməz şeylər onun üçün yaxşı şeylərə çevirilər. Çünki Allah subhanahu wa ta'ala bəndəyə zülm eləməz. Allah azza və cəllə əgər səni sınağa çəkibsə, deməli, bunun üçün səndə bir xeyirlər var. Ya sənin imanın nə dərəcədə olduğunun ortaya qoyulmasıdır və yaxud da səbrinin nə dərəcə olduğunun ortaya qoyulmasıdır. Deməli, Allah subhanahu wa ta'ala zülm eləyən deyil. Allah azza və cəllə Ərhəmər Rahimindir. Hər bir şeydə hikmətlər var. Hətta o hikmətlər bizə gizli qalsa da belə heç kim deyə bilməz ki, niyə görə Allah mənə zülm edir? Xeyr. Allah zülm eləyən deyil. Əksinə Allah azza və cəllə insanı bu kimi şeylərlə sınağa çəkir. Yəni, necə ki, ayədə keçdiyi kimi başınıza gələn pis şeylər ola bilsin ki, sizin xeyirli ola bilər, siz onu bilmirsiniz. Yaxşı şeylər sizin pis ola bilər, siz onu bilmirsiniz. Lakin bilən Allahdır. Ona heç kim bilmir ki, onun üçün yazılan nədir. Ona görə xəstəlik toxunursa və yaxud da ölüm olur, hər hansısa bir qohum əqraba tərəfindən və s. və lakin
insan səbirli olacaq və bir şey də unutmaq lazım deyil ki, əsl səbir birinci udardadır, ilk udardadır. Sonra isə artıq bir həftədən sonra, 10 gündən sonra istərsəmə səbirli olacaqsın. Maksimum aylardan sonra, bir ildən sonra səbirli olacaqsın. Çünki Allah subhanahu wa ta'ala insanı elə yaradıb ki, səbirli olmasa insan ürəyi partlayıb ölə bilər. Ona görə Allah azə və cəl hikmətindən ki, Allah subhanahu wa ta'ala səbir də verib bəndələrinə, səbir də onlar üçün yerləşdirib ki, dözümlü olsunlar və özlərinə qapanmasınlar və qəza və qədərə qarşı üsyankarlıq eləməsinlər. Ona görə böyük mükafatı əldə etmək istəyiriksə, ilk zərbədə səbirli olmaq lazımdır. Təbii ki, gözdən yaş gələ bilər, insan ağlaya bilər, insan acı hissi keçirdə bilər, amma şikayət eləməyəcək, bunu dilinə gətirməyəcək, üzünü cırmaq, yaxasını cırmaq, vay-şübən qoparmaq, saçını yolmaq, bunların heç birini eləməyəcək. Normalda gözdən yaş gəlsə, bəli, bu hamısından ola bilər, bu təbii bir şeydir. Amma yerdə qalan şeylərsə, qeyd edilmiş şeylərsə, hamısı nədir? Səbri mənfiləşdirən, səbrə təsir göstərən amillərdir. Ona görə böyük mükafatı əldə etmək istəyirsə, birinci anda, birinci zərbədə insan səbirli olmağa çalışmalıdır. Və insan özünü buna alışdırmalıdır. Bilmək lazım ki, bəndənin əsl bəndəliyi müsibətlər zamanı ortaya çıxır. Nemətlər vaxtı hamısı eynidir. Hamısının dili şükürləndir. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem səbr haqqında bu ki, kim əgər səbirli olmağa özünü alışdırarsa, Allah subhanahu wa ta'ala ona səbirli eləyər. Və insana səbirdən başqa daha xeyirli bir şey verilməyib. Və ona görə də insan əgər necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, səbri özünə alışırsan, Allah sənə səbirli eləyəcək. Ona görə, qardaşlar, səbir hər bir şeyin başıdır. Necə ki, sələflər buyurur ki, bəndəyə elm və əməl verilib, lakin bunların başında elm və əməlinə güc verən necə səbirdir. Və həqiqətən də belədir. Necə ki, əvvəldə qeyd edirik, insan elm tələb edirsə səbirli olacaq. Sanki onu qabağa aparır, irəli aparır. Və həmçinin də, necə ki, həmçinin də əməl eləyəndə də insan səbri özünə bir rəhbər tutsa, inşallah ki, hər bir şey yeri-yerində qaydasında olacaq. Ona görə, qardaşlar, insan bütün işlərinin başını səbirdə qoymalıdır. Ona görə, necə ki, alimlər qeyd edir, rəhbər olaraq insana elm verildi və onları əməl ilə yönəltdi və bütün bunlarda onlara güc verəni isə səbirdə elədi. Səbir insanı nədir? Səbir insanı önə aparır, səbir insanı qabağa aparır. Səbir imkan qoymur ki, insan özünə qapansın. Elhamdülillah, bu Allahın nemətidir. Allahın bizə olan bir lütfüdür. Ki, insan özünə qapanarsa, bilirsiniz, heç kəsə gizli deyil. Xəstəliklər tapır, hətta ölə bilir. Yəni, hətta şeytanın elə ən birinci istədiyi odur ki, insan özünə qapansın. Allahdan belə uzaq düşsün. Ona görə, qardaşlar, yəni, özünə qapanmaq xəstəliklərindən və yaxud da daima oturub fikirləşmək xəstəliklər barəsində, yəni dərd olmayan şeyləri özümüzə dərd eləmək, bu şeytanın əsas qayəsi, əsas məqsədi, əsas mətləbidir. Ki, beləcə insanı itaətdən uzaqlaşdırsın. Sonda insan artıq bezir görülür və artıq görsün ki, xeyirli əməllərdən də əlini üzmüş olur. Ona görə bu məsələ mühümdür, önəmlidir. Hər bir kəs bu xüsusə diqqət eləməlidir. Ona görə, qardaşlar, həyatın ləzzəti, həyatın şirinliyi elə səbirdədir. Necə ki, Ömər radiyallahu anh qeyd elədiyi kimi, bizdir həyatımızın ləzzətini, dadını, şirinliyini səbirdə tapdıq. Elhamdülillah, təcrübə sahibləri bunu yaxşı bilirlər. Ki, səbir insana nə dərəcədə kömək edir. Səbir insanın həyatını nə qədər şirin edir, nə qədər dadlı edir. Və Əli radiyallahu anh buyurur ki, səbir imanda bədəndəki baş kimidir, başsız bədənin heç bir xeyri yoxdur. Ona görə səbir mühümdür. İmandakı yeri baş kimidir, insanın bədəndəki baş kimidir. Deməli, səbir sanki sənin üçün bir öndərdir, bir qabaqda gedəndir, odur səni aparan. Bütün işlərində. Qayyum rahimehullah buyurur ki, kim aqibətin şirinliyini, ləzzətini fikirləşərsə, düşünərsə, əgər o günləri xeyirli bir nəticəni əldə etmək istəyirsə, səbrin acılığı ona həmişə yüngül gələr. Səbrin acılığı ona yüngül gələr. Və həmçinin də İbn-i Qayyum rahimehullah başqa yerdə buyurur ki, Fəvaiddə buyurur ki, kim axirət həyatını qabağında parlaq şəkildə görürsə, əsl məqsədi axirətdirsə, onu işıqlı, nurlu görürsə, dünyada ayrılmaq da ona asan gələr, ona çətin gəlməz. Və həmçinin İbn-i Cəvzi rahimehullah buyurur ki,
şəfa tapmağa ümid eləyən dərmanın acılığını heç vaxt vecinə almaz. Yəni ona görə də müsibətlər gəlir, çətinliklər gəlir. Və bilirsən ki, bunun nəticəsi sənin üçün gözəl olacaq. Ona görə insan heç vaxt bu kimi şeyləri vecinə almır. Ona görə də həmçinin təcrübədən də bilirik ki, təcrübədən də bəllidir ki, insan şəfa tapmaq istəyirsə, hətta razıdır ki, belə acı və zəhrimar dərmanlar içsin. Yəni insan əgər cənnəti istəyirsə, cənnətə çatmaq istəyirsə, bütün başına gələcək xoşlamadığı nə kimi şeylər varsa, hamısı səbirli olmağa çalışmalı. Acı olsa da, yəni pis olsa da belə, ağır olsa da belə. Buna görə yəni insan əgər bu dünyada xəstəliyindən şəfa tapmaq istəyirsə, o kimi acı dərmanları səbr edirsə, ona görə də dünyada olan çətinliklərə görə də insan səbirli olmağa çalışmalıdır. Allah subhanahu wa ta'ala bizi eşidib yaxşısına tabi olanlardan eləsin. Oca Allah bizi həm itayətlərdə, həm günahlardan çəkinməkdə, həm başımıza gələn müsibətlərdə bizi səbirli eləsin. Allah azze və cəllə bizi tövhid və sünn üzərində sabit eləsin. Allah azze və cəllə bizi bu haqq yoldan, sələfin yolundan ayırmasın. Subhanəkəllahumə həmdikə şəhədu ən la ilahə illən, əstəxrükə və etûbü ileyk.